Çox sağ olun, hörmətli sədr, əziz həmkarlar. Möhtərəm Prezidentin Qarabağa səfəri çərçivəsində Ağdamda çıxışı məzmun və mahiyyətcə postmüharibə dövründə ölkəmizin ideoloji direktivlərini və qan yaddaşlı siyasətimizin əsas istiqamətlərini ehtiva edən yol xəritəsi hesab olunmalıdır. Əslində Ağdamdan səslənən tezisləri cənab İlham Əliyev tərəfindən şəxsən gündəmə gətirilməsi özlüyündə çox ciddi xəbərdarlıqdır. Çünki məhz unutqanlıq, qan yaddaşına məsuliyyətsiz yanaşma 100 il ərzində xalqımızın eyni faciələri təkrar-təkrar yaşamasına gətirib çıxarıb. Bu mənada biz ilk növbədə region tarixinin ən böyük hərbi siyasi zəfərinin mahiyyətinin gələcək nəsillərə düzgün çatdırılmasına görə məsuliyyət daşıyırıq. Yetişən gənclik bizim tək Ermənistan yox, əslində kimlərə qalib gəldiyimizi bilməlidir. Əlbəttə, bu yanaşmaya görə heç kim bizi düşmənçilik təhrik etməkdə günahlandıra bilməz. Çünki bölgədə sülhün də, əməkdaşlıq mühitinin də memarı Azərbaycan prezidentidir. Elə Qarabağa 3 gün öncə baş tutmuş səfər çərçivəsində 8 infrastruktur obyektinin açılışı, 2 təməl qoyma mərasiməsində ölkəmizin müharibə yox, quruculuq, dirçəliş niyyətini ortaya qoyur. Ona görə də cənab İlham Əliyevin direktivləri rəhbər tutularaq elə bir tarix konsepsiyası formalaşdırılmalıdır ki, hansı səhv və hansı xəyanətlər ucbatından faciələrə məruz qaldığımız, hansı şəraitdə kimlər üzərində zəfər qazandığımız, bu prosesdə kimlərin yanımızda, kimlərin isə qarşımızda dayandığını mütəmadi olaraq aşılansın. Təbii ki, bizim çox ləyaqətli tarixçi alimlərimiz var, amma çox təəssüflər olsun ki, bugünə qədərki Azərbaycan tarixçiliyi cənab İlham Əliyevin mütərəqqi konsepsiyası ilə yaxınlaşa bilmir. Bugün Azərbaycanda saxta tarix yazma alüdəçiliyi böyük problemə çevirib. Xüsusən müstəqilliyi aparan yolda ayrı-ayrı şəxslərin, təşkilatların rolunun məqsədli şəkildə şişirdilməsi, real suverenlik tariximizin meydan ap-havası üzərindən qurulma cəhdləri məsələni o yerə gətirib çıxarır ki, dövlət başçımız qan yaddaşı məsələsində təşəbbüsləri şəxsən ələ almalı olur. Biz 20 yanvar hadisəsində ən azı Sovet qoşun hissələri qədər məsuliyyət daşıyan Qarbaçovun cəbhə hərəkatı, ölkə problemlər içində boğularkən bütün potensialını Ulu Öndər Heydər Əliyevin xalqla kommunikasiyasını kəsməyə səfərbər edən Mütəllibov və Xalq Cəbhəsi, hakimiyyət hərisliyi ilə xaos və anarxiya yaradıb işğala rəvac verən AXC Müsavat xuntasını, dəfələrlə dövlət çevrilişləri etmək istəyən dırnaqarası millətçiləri, rəngli inqilablara özənib narıncıya bürünən siyasi klonları, iqtisadi müstəqilliyimizə doğru irəliləyərkən neftin qiymətinin ucuzlaşmasına sevinən Cəmil və Gültəkin kimi siyasi dələduzlar, müharibə dövründə milli həmrəyliyi pozmaq cəhdləri ilə Azərbaycana məğlubiyyət arzulayan və 90-cı illərin senarisi üzrə məhz məğlubiyyət üzərindən iqtidar olmağa ümid edən Mehdiyev-Kərimov cütlüyü, o cümlədən başqa ölkələrin səfirliklərindən pul və təlimat alıb açıq antimilli mövqe tutan siyasət və media möhtəkirlərini öz adı ilə çağırmağa məhkumuq. Cənab İlham Əliyev bu millətə elə bir qələbə bəxş edib ki, biz artıq hər şeyi öz adı ilə çağırmaq gücündəyik. Biz qalib kimi artıq davranmalıyıq. Çox sağ olun.